Salam değerli izleyicilerim, kanalıma hoş gelmişsiniz. Bugün sizler için ətri bütün evi bürüyen, pambıq kimi yumuşak Ramazan bayramının olmazsa olmazı süt çöreği hazırlayacağım. Emin olun bu resepti siz de çok beğeneceksiniz. Apara üçün qabın içerisine 1 yemək kaşığı şeker tozu, 1 yemək kaşığı quru maya ve biraz ılık süt ilave edip karıştırıram. 15 stəkan ələnmiş unun üzərinə 3 stəkan şəkər tozu, 1 dolu çay qaşığı hil, 1 çay qaşığı kişniş toxumu, 1 dolu çay qaşığı duz tökürəm və quru ərzaqları qarışdırıram. Ərzaqların üzərinə 4 ədəd yumurta sarısının ikisini üzər üçün saxlayıram. Biraz zəfəranınız olmasa sarı kök də tökə bilərsiniz. 200 qram ərinmiş şərə yağı, eləcə də aparanı tökürəm. Üç stəkan südlə 2 stəkan culabı birlikdə isidirəm və onu da ərzaqların üzərinə əlavə edib xəmir yoğururam. Süt çörəyi xəmirini yumuşaq yoğurmaq lazımdır. Yəni bərk yoğurulmur, ələ yapışan yumuşaq xəmir alınır. Xəmirin üzərini örtüb bir kənara qoyuram ki, xəmir özünə gəlsin. Artıq xəmir özünə gəlib, üzərini açıram. Dəzgahın üzərinə biraz duru yağ vururam. Xəmiri dəzgahın üzərinə tökürəm və 4 bərabər hissəyə bölürəm. Süt çörəyi xəmirini duru yağla kündələyin. Unla kündələmək olmaz. O zaman bərk alınır. Soba listini də əvvəlcədən duru yağla yağlayıram və kündəni soba listinin içərisinə yerləşdirirəm. Xəmirlərin hamısını bu qayda ilə kündələyirəm. Daha sonra yenə də kündələrin üzərini örtürəm və gözləyirəm ki, kündələr özünə gəlsin. Kündə gəldikdən sonra isə yayıram. Kənarda 2 ədəd yumurta sarısının üzərinə 1 çay qaşığı süd tökürəm. Qarışdırdıqdan sonra xəmirin üzərinə çəkirəm. Süt çörəyinin üzərini zövqə görə bəzəyə bilərsiniz. Mən bu qayda ilə bəzədim. Daha sonra isə üzərinə manna tökürəm. Bu qayda ilə hazırladıqdan sonra yenə də 5-10 dəqiqə gözlədirəm ki, özünə gəlsin. Sobanı 170 dərəcədə qızdırıram.
Daha sonra süt çörəklərini bişirirəm. Artıq mənim süt çörəklərim bişib hazırdır. Gördüyünüz kimi gözəl görünüşlü, pambıq kimi yumşaq süt çörəyi alınır. Soyduqdan sonra kəsib sizlərə göstərirəm. Əziz xanımlar, əgər siz də mənim reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Arzu və istəklərinizi videonun alt bölümündə yaza bilərsiniz. Qarşıdan gələn Ramazan bayramınız mübarək olsun. Sağ olun, görüşərik.